Uşaqlardan qadağan eləsin, qardaş, başa dönüm, qadağan eləsən. Uşaqlar uçuruma gedir. Sosial şəbəkələrdə yayılan zərərli görüntülər valideynlərin haqlı narazılığına səbəb olub. Ötən gün paytaxtdakı özəl liseylərdən birində baş verən hadisəni bir çoxları məhz sosial platformaların və şiddət ehtiva edən videoların təsiri ilə əlaqələndirir. Valideyn telefon versin, verər. Hansı müddətdə? Bax, hər kim məsələsi bir yerə gedir, rayona gedir, çəkiliş eləsin, özün çəksin, gəzdiyi yeri çəksin. Amma evdə uşağın əlində telefon olmamalıdır. Hərənin özünün bir fikri var. Sosial şəbəkəyə nəyə öyrədir ki, uşaqları neyini deyir ki, get müəlliməni mi öldür və yaxud da müəlliməni mi döy? Mütəxəssislər sosial şəbəkələrin mövcudluğunu üstünlük hesab etsələr də, neqativ halların yol verilməz olduğunu vurğulayırlar. Ekspertlərin fikrincə bu platformalar anarxiyaya deyil, yaradıcı mühitin təbliğinə xidmət etməlidir. Baxmayaraq ki, Çinin istehsalı da TikTok'un girişi Çində qadağan olunub. Eyni zamanda bir çox ölkələr var ki, sosial şəbəkələrə giriş icazələri yoxdur. Müəyyən formalarla, VPN ilə daxil olurlar. Qazaxıstanda məsələn məhduddur Facebook'a giriş. Problemin xüsusilə məktəblilər arasında yayılması narahatlıq doğurur. Təhsil ekspertləri hesab edir ki, uşaqların sosial şəbəkə asılılığından qurtulmasında və şəxsiyyət kimi formalaşmasında müəllim, məktəb faktoru həlledici rol oynayır. Müəllim, valideyn, ətraf mühit üçü birlikdə şəxsiyyətin formalaşmasına aid olan əsas bir istiqamətdir. Bu baxımdan da hər bir şeyi valideynlər müəllimin üzərinə ataraq hər bir şeyi müəllimdən tələb etməkləri təbii ki, doğru deyil. Çünki şəxsiyyətin formalaşması ilkin olaraq ailədən başlayır. Ailədə formalaşır. Daha sonra ətraf mühitdən və sonra gəlir məktəbə düşür. Millət vəkili Ceyhun Məmmədov isə Mavi Balina, PUBG kimi oyunların gənclərin düşüncəsinə ciddi zərbə vurduğu qənaətindədir. Həmçinin o problemin həlli kimi 16 yaşına qədər uşaqların sosial mediadan istifadəsinə məhdudiyyət qoyulmasını təklif edir. Biz baxırıq ki, bəzən səhərdən axşama kimi uşaqlar telefondan və ya sosial mediadan geniş istifadə edirlər. Burada digər bir vacib məsələ qeyd etdiyim oyunlar qadağan olunmalıdır. Yəni o oyunlar barədə cəmiyyət o qədər də məlumatlı deyil. O oyunlar çox ciddi bir problem oyunlardır. Uşaqlarda aqressivliyi artırır. O uşaqlarda cinayətkarlığa meyli artırır məsələn. Xatırladaq ki, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanuna edilən dəyişikliklə sosial şəbəkələrdə cəmiyyətə hörmətsizlik rəsmən qadağan edilib. Qlobal müstəvidə də tədbirlər görülür. Avropa Komissiyası TikTok'u asıllıq yaradan dizaynına görə xəbərdar edib. Tələblər yerinə yetirilməzsə, platforma qlobal gəlirinin 6% həcmində cərmələnə bilər.